Bəlkə də hər şey düşündüyümüzdən daha sadədir. Təsəvvür edin ki, gərginlikdən dartılan bir metaldan tutmuş, kosmosdakı nəhəng qalaktikaların hərəkətinə qədər hər şeyi cəmi 3 fundamental zərrəciklə izah etmək mümkündür. Bax, bugün biz vəhdət axını adlanan bu unikal nəzəriyyənin dərinliklərinə baş vuracağıq. Gəlin görək bu nəzəriyyə bizə nə təklif edir. Planımız belədir. Əvvəlcə hər şeyin təməlini təşkil edən o 3 zərrəciklə tanış olacağıq. Sonra görəcəyik ki, gərginlik və ya sürtünmə kimi gündəlik həyatda qarşılaşdığımız hadisələri bu nəzəriyyə necə izah edir. Daha sonra istilik anlayışına tamamilə yeni bir baxış gətirəcəyik, kvant mexanikasına necə meydan oxuduğunu araşdıracağıq və sonda hər şeyi birləşdirən kainatın vəhdət axını konsepsiyası ilə yekunlaşdıracağıq. Bax, bütün müzakirəmizin mərkəzində dayanan sual budur. Bu nəzəriyyə bizə boşluqlardan ibarət bir kainat yox, hər an, hər zərrəsi ilə məqsədyönlü şəkildə axan canlı bir kainat təqdim edir. Yaxşı, gəlin başlayaq. Bütün bu nəhəng sistemin təməl daşları, yəni bu reallığı quran 3 əsas komponent kimlərdir? Siyahıda birincisi ağ işıq. Bu, hər şeyin başlanğıcı, yaradıcı qüvvədir. Nəzəriyyəyə görə o, böyük partlayışdan bəri mövcuddur və bütün proseslərdə bir növ başçı kimi çıxış edir, digər zərrəcikləri arxasınca aparır. İkinci oyuncumuz Xaki zərrəciyidir. Onu sistemin enerji təminatçısı və tənzimləyicisi kimi düşünə bilərsiniz. Harda istilik varsa, orada Xaki var. Məhz o, enerjini daşıyır və prosesləri nizamlayır. Və nəhayət, üçlüyü tamamlayan boz zərrəciyi. Onun missiyası isə qorumaq və sabitliyi təmin etməkdir. O, digər 2 zərrəciyə bir növ qalxan olur, sistemin bütövlüyünü və davamlılığını təmin edir. Deməli, əsas məntiq budur. Hər şeyin təməlində bu üçlük dayanır. Yaradıcı, tənzimləyici və qoruyucu. Onlar sanki bir-birini tamamlayan bir komanda kimi işləyir. Bütün varlıq bu 3 zərrəciyin harmonik rəqsindən yaranır və idarə olunur. Yaxşı, bəs bu nəzəriyyə real dünyada necə işləyir? Gəlin çox sadə bir nümunəyə baxaq. Bir metal parçasını dartanda nə baş verir? Nəzəriyyəyə görə metalı dartanda o sadəcə uzanmır. Daxili quruluşu pozulmağa başlayanda o sanki kömək çağırır və ətraf mühitdən bu üçlük ağ işıq, xaki və boz köməyə axışır, metalın quruluşunu gücləndirir və onun dərhal qırılmasının qarşısını alır. Amma məsələn, çuğun kimi kövrək materiallar niyə tez qırılır? Çünki içindəki qarışıqlar bu harmonik axına mane olur. İndi isə gəlin başqa bir gündəlik hadisəyə, sürtünməyə keçək. Bu nəzəriyyə sürtünmənin də arxasında çox maraqlı, mikroskopik bir rəqs olduğunu deyir. Deməli, məsələ təkcə səthlərin kələ-kötür olması deyil. Sürtünmə yarananda ətraf mühitdən zərrəciklər aktiv şəkildə həmin təmas nöqtələrinə cəlb olunur və prosesdə iştirak edirlər. Və ən maraqlısı da budur ki, bu zərrəciklər təsadüfi toplanmır. Onlar qat-qat düzülür. Birinci qatda təmas nöqtələrinə lider olan ağ işıq gəlir. İkinci qatda onu qorumaq üçün boz zərrəciklər düzülür və yalnız bundan sonra üçüncü qata enerji daşıyan xaki zərrəcikləri gəlir. İstilik də məhz ağ işıqla xakinin bu qarşılaşmasından yaranır. Bax, bu sürtünmədə niyə istilik ayrıldığının çox gözəl izahıdır. Qatar təkərləri əyləcə basanda gördüyümüz o qığılcımlar əslində xaki və ağ işıq zərrəciklərinin həddindən artıq intensiv qarşılaşmasının nəticəsidir. Elə bu məqam bizi istiliyin özünün təbiəti haqqında düşünməyə vadar edir. Müasir fizikanın istiliyi ilə bağlı qəbul etdiyi bir model var. Amma bu nəzəriyyə deyir ki, bəlkə də biz vaxtilə doğru bir fikri çox tez kənara atmışıq. Bilirsiniz, müasir elm deyir ki, istilik sadəcə cismin içindəki atomların və molekulların hərəkət sürətidir. Amma bu vəhdət axını nəzəriyyəsi deyir ki, məsələ ya o, ya bu deyil. İstilik həm daxili atomların hərəkətidir, həm də kənardan cismə axan enerji daşıyıcısı olan xak zərrəciklərinin axınıdır. Yəni o, bir-biri ilə rəqabət aparan 2 köhnə nəzəriyyəni əslində birləşdirir. Və indi gəlirik bəlkə də ən cəsarətli iddiaya. Bu nəzəriyyə birbaşa olaraq müasir kvant fizikasının bəzi təməl prinsiplərinə meydan oxuyur. Baxın, kvant fizikası bizə deyir ki, kainatın ən dərin qatlarında təsadüfilik və ehtimal hökm sürür. Hətta zərrəciklər bir anlıq heç nədən yaranıb, sonra yox ola bilər. Vəhdət axını nəzəriyyəsi isə buna qətiyyən qarşı çıxır. Deyir ki, əsla, heç bir şey heç nədən yaranmır və heç bir təsadüf yoxdur. Zərrəciklər əbədidir. Onlar sadəcə vəziyyətlərini dəyişir. Cah aktiv, yəni real, cah da qeyri-aktiv, yəni virtual olurlar. Hər şeyin arxasında dəmir bir nizam var. Əslində bu fikir Einstein kimi dahi fiziklərin də naradlığı ilə üst-üstə düşür. Onlar da kvant dünyasındakı bu təsadüflük fikri ilə barışa bilmir və hər şeyin arxasında daha dərin, nizamlı bir reallıq olduğuna inanırdılar.
Beləliklə, bütün bu fərqli ideyalar nəhayət tək bir möhtəşəm kosmik prinsipdə birləşir. Yəni dartılan bir məfdə ilə axan zərrəciklər, sürtünmə zamanı toplaşanlar, istiliyi yaradanlar, bunlar hamısı ayrı-ayrı hadisələr deyil. Bunlar hamısı bütün kainatı bürüyən, vahid və dayandırılmaz bir cəryanın, vahdət axınının fərqli təzahürləridir. Bu axın hər yeri, hər zərrəni doldurur. Planetlər arasındakı o nəhəng boşluq, atomların arasındakı o kiçik məsafə bu nəzəriyyəyə görə heç biri boş deyil. Hamısı bu daimi və yaradıcı axınla doludur. Və baxın, bu nəzəriyyənin miqyası nə qədər böyükdür. İddia olunur ki, bir metalı gücləndirən həmin axın eyni zamanda nəhəng qalaktikaları da öz orbitlərində saxlayır. Hətta bizə xaotik görünən Brown hərəkəti belə əslində o zərrəciyin bu böyük kainat simfoniyası içində öz yerini tapmağa çalışmasıdır. Beləliklə, vəhdət axının nəzəriyyəsi haqqında izahımız burada yekunlaşır. Bu, bizə təsadüfi və ya boş bir kainat yox, hər an bir-biri ilə əlaqədə olan canlı və vahid bir orqanizm təqdim edir və sonda bizi çox dərin bir sualla baş-başa buraxır ki, üzərində düşünməyə dəyər.